İnsan cahil olduğu zaman, Allah Subhanahu Taala'nın şəriətindən məhrum olduğu zaman, onu öyrənmədiyi zaman, onun da ətrafında olanlarda, ailəsində də özünü göstərir. Görürsən ki, onun övladları da cahil kimi böyüyür. Çünki o bilmir axı insan övladlarına necə öyrətsin Allahın dinini, özündə yoxdur. Necə ki, sələfin bir sözü var, insan özündə olmadığını başqasına hədiyyə edə bilməz. Bu vacibdir ki, insan elmin dalınca düşsün, elm öyrənsin ki, Allah Subhanahu Taala onun yükümlü olduğu, en azı Allah Subhanahu Taala onunla yüklədiyi ailəsini cəhalətdən xilas etsin. Özünü və ailəsini cəhalətdən xilas etsin. Necə ki Allah Subhanahu Taala buyurur ki, özünüzü və əhli əyalınızı yanacağı insanlardan və daşlardan olan oddan qoruyun. Və bunu qorumağın yeganə yolu elmdir. İnsan Allah Subhanahu Taala ibadət etməyi öyrənməlidir. Allah Subhanahu Taala yanında məqbul olan ibadəti bilməlidir.